Böyük itkidir, həm dostları üçün, həm söz xiridarları üçün. Onun ən əsas tələbələri var idi, o adamlar ki, onun başına yığışırdılar. Onlar üçün də ağır itkidir. Allah rəhmət eləsin, amma bir dənə ümidimiz, bir dənə təsəllimiz var ki, Hacı Arif Əhlibeyt şairi olub. İnşallah ki, onun şeirləri ahirətdə onun əlindən tutar. Ədəbiyyatımıza, incəsənətimizə bir itkidir. Hacı həqiqətən poeziyanın, şeiriyyatın ustad sənətkardır. Özünə məxsus xidmətləri vardı. Gözəl tebi vardı. Gözəl insandır. Mən Hacı ilə deməli bir kənddiyəm. Mən həmişə Hacı məndən çox kiçikdir. Mənim həmişə hörmətimi saxlayıb, mən ona böyük kimi baxmışam. Hacı bizim böyük şəxsiyyətlərdən idi, böyük şairlərdən idi, ustad şairlərdən idi. O Hacı Mali yadigarı idi. Vallahi onu mən sözlə heç cürə ifadə edəmirəm. Mən Hacını 2004-cü illərimdən tanımışam. İlk dəfə mənim şeirlərimə münasibət bildirib Vahid Poeziya evində. Ondan sonra zaman-zaman məclislərdə, tədbirlərdə bizlərə çox yer ayırıb, bizlərə çox böyük dəstək olub. Sonuncu dəfə də biz sentyabr ayında Nəsimi festivalında Şamaxı şəhərində görüşdük və çox gözəl söhbətlər elədik. Bir xatirəyə çevrildi. Ümumiyyətlə bizim Azərbaycan ədəbiyyatında, məxsusən də klassik şeirdə onun yeri böyükdür və onsuzluq nəhayətsiz bir boşluqdur da Hacının olmamağı bizim ədəbiyyatda. Hacı Arif öz dəsti xətti olan və əruz vəzninin yüksək səviyyədə yaşadan bir ziyalı şair idi. Onun şeirləri həqiqətən demək olar ki, bu dini məclislərdə, ictimai yerlərdə həmişə sevilə-sevilə cəmaat tərəfindən oxunur. Xanəndələr oxuyur, o cümlədən məddahlar onun şeirlərindən istifadə edirlər. Həqiqətən onun şeirləri bundan sonra da həmişə yaşayacaqdır. Çünki o yaşadığı həyatdan, o cümlədən yaşadığı həyatın fəlsəfəsini dərk eləyərək yazan bir yaradıcı idi. O cümlədən dini gözəl bilirdi. İslami şeirləri, Əhl-i-Beytin mədhiyyəsi olan şeirləri yüksək səviyyədə qələm alıbdı. Onun inşallah ki, bundan sonra da şeirləri həmişə xalqın qəlbində yaşayacaq. Təşəkkür ederim.